10-cu hədis. Hadin Nicat kitabından nəqlən bir rəvayətdə deyilir ki, Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurdu: Bir zaman gələr ki, cəmaat alimlərə yalnız yaxşı və gözəl paltarına görə hörmət edərlər. Qur'an səsinə də yalnız gözəl səslə oxunduqda qulaq asarlar. Allaha yalnız mübarək Ramazan ayında ibadət edərlər. Onların qadınlarında həya, kasıblarında səbir, varlılarında səxavət olmaz. Aza qane olmaz, çox ilə doymazlar. Onların bütün həm qəmləri, fikri, zikri, qarınları, dinləri pul, qiblələri, arvadları, evləri isə öz məscidləridir. Qoyun canavardan qaçdığı kimi, onlar da dini alimlərdən qaçarlar. Belə olanda, Allah da onları 3 cür bəlaya düçar edər. Birincisi, onların mallarının, var dövlətlərinin bərəkətini alar. İkincisi, zalim hökümdarı onlara hakim edər. Üçüncüsü də dünyadan imansız gedərlər. Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləmdən, Həzrət Əli əleyhissalamdan və sair məsum imamlardan, cəmaatın axirət zamanda Həzrət Sahibül Əsr və Zəman əleyhissalamın dövründəki əhval-ruhiyyəsinə, vəziyyətinə və o Həzrətin zuhurunun əlamətlərinə, eləcə də qiyamət gününə qədər baş verəcək hadisələrlə əlaqədar çoxlu rəvayətlər nəql olunubdur.